Axşamınız xeyir. Həftənin şərhinə baxırsınız. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan üçün bütün regional nəqliyyat kommunikasiyalarını dərhal açmağa hazır olduğunu bildirib. O qeyd edib ki, buna nəzarət üçüncü ölkə tərəfindən həyata keçirilməməlidir. Azərbaycanın qərbindən Ermənistan ərazisi vasitəsilə Naxçıvana və geri Azərbaycan ərazisindən keçərək Ermənistanın Meğri şəhərindən Yeresk şəhərinə qədər və geri istiqamətdə nəqliyyat yolları da daxil olmaqla bütün regional iqtisadi nəqliyyat xəttləri açılmağa tamamən hazırdır. Yalnız Azərbaycanın razılığı lazımdır ki, bu həyata keçirilsin. Paşinyan Armen Press xəbər agentliyində dərc olunan məqaləsində belə yazıb. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmail deyir ki, Ermənistanla yumşaq münasibətlər artıq yaranmaqdadır. Bu kimi məsələlər sülh müqaviləsini də tezləşdirə bilər. Biz bu referendum məsələsini, yeni konstitusiya məsələsini önə çəkmişik, bu olacaq, amma bu 2026-cı il parlament seçkilərindən sonra olacaq. Deməli, ən azı bir ildən çox bir vaxt gözləniləcəkdir ki, Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsi imzalansın. O vaxta qədər mümkün ola bilər ki, bir adətən tez-tez deyirik biz məsələni, çərçivə sazişi imzalansın, öhdəliklər götürülsün. Yəni ki, bu da mümkündür, bu da ən azı kommunikasiyaların açılmasına, xüsusilə delimitasiya, demarkasiya işlərinin sürətləndirilməsinə, yəni çox uzanır bu məsələlər. Baxmayaraq ki, komissiyalar tez-tez görüşürlər, qərarlar verilir, amma çox uzanır. Yəni cəmi 12 kilometr yarım məsafə delimitasiya, demarkasiyadan keçib hələ 1000 kilometrə yaxın məsafədə qalıbdır. Ona görə də hesab edirəm ki, delimitasiya, demarkasiya işlərindən başlamaq olar. Bu il qış mövsümü də bitir. Bu mövsüm bitəndən sonra, bu işləri görəndən sonra sülh müqaviləsinin imzalanmasına gələn il nail olmaq mümkündür. Azərbaycanlı jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və müxalif fiqurların həbslərinin davam etməsi dərin narahatlıq doğurur. ABŞ Dövlət Departamentinin rəsmisi Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Alex Raufoğlunun suallarına cavabında belə deyib. Daha sonra Birləşmiş Ştatların vitse-prezidenti Vansa istinad edən departament sözçüsü fikrinə belə davam edib. Vitse-prezident Vansın da vurğuladığı kimi, biz ifadə azadlığını dəstəkləməli, senzuranı durdurmalı və müxalifətin təqibini rədd etməliyik. Və biz Azərbaycan hökumətindən bu mesajı ciddi qəbul etməsini gözləyirik deyə departamentin adının açılmasını istəməyən rəsmisi fikrini belə yekunlaşdırıb. Hələ Trump seçkilərdə qalib gələndə belə hesab edilirdi ki, daha ABŞ Azərbaycandakı siyasi məhbus demokratiya probleminə biganə yanaşacaq. Siyasətçi Asif Yusifli isə fərqli düşünür. 19-cu ilin əvvəlində, mart ayında Trump hakimiyyəti dövründə Azərbaycan hakimiyyəti uzun illər ərzində ən böyük, belə deyək, əfsərancan verdi. Həmin vaxt mənim yadımdadır, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı rəhmətlik və s. çoxlu sayda adam əfsərancamı ilə azadlığa çıxdı. Və ikinci belə bir hadisə oldu 20-ci ildə. 20-ci ildə Qarabağ məhbusları ilə bağlı həbslər olmuşdu, bilirsiniz. 38 nəfər həbs olunmuşdu. Məni də orada həbs eləmişdilər və həmin güya ki, cinayətkar dəstənin güya başçısıyam, təşkilatçısıyam, belə bir adına məni də həbs eləmişdilər. Cəmi 4 ay, bir gündən sonra, 4 aydan sonra ABŞ hökumətinin, onda həmin dövrdə də Trump idi hakimiyyətdə, ciddi tələbləri nəticəsində Azərbaycan hakimiyyəti 38 nəfərin hamısını 4 ay, bir gündən sonra azadlığa buraxdı. Yəni, mən də həmin vaxt azadlığa çıxdım. Yəni, amma Biden, mən baxmayaraq ki, çox böyük hörmətim var. Ukrayna məsələsində Rusiya qarşı dirənişin çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, son bəlkə də 30-40 ildə, 50 ildə Biden kimi siyasətçi Amerikada hakimiyyətə gəlməmişdi. Amma bu məsələdə açıq Azərbaycan hakimiyyəti nə ciddi təzyiq eləyə bilmədilər, nə də ki, ümumiyyətlə Azərbaycan hökuməti onlarla hesablaşmırdı, yəni bir növ saymırdı. Amma eyni məsələni Trump administrasiyası haqqında deyə bilmərəm. Azərbaycan hakimiyyəti Trumpın o, belə deyək, hamı tərəfindən qəbul olunmuş, proqnozlaşdırılmayan adam imicindən mənə elə gəlir ki, çəkinir. Və bilir ki, o çox, belə deyək də, risk addımlar ata bilər, qəfil addımlar ata bilər. Ona görə Azərbaycan hakimiyyəti bu məsələdən çəkinir və hesab edirəm ki, Azərbaycan Amerika administrasiyası sülh prosesinə nail ola bilsə Ukraynada, yəni Ukraynanın hər hansı bir atəşkəsmi, müəyyən bir danışıqlarla bağlı bu məsələlər səngisə dünyada,
siyasi məhbus məsələsi dünyada demokratiyanın inkişafına daha çox fikir verəcək. Çünki bu gün indi elə bir vəziyyət var ki, deyəndə ki, bizdə tutaq ki, filan qədər siyasi məhbus var, 300 nəfər, 350 nəfər, 360 nəfər. Deyirlər, Ukraynada gündə onun 10 qatı, 20 qatı həlak olur, həyatını itirir. Yəni, bu gün daha vacib məsələlər var dünyada. Çox müharibənin olmağı bütün dünyanın, belə deyək, gündəmin zəbt edib və heç kim artıq bir adamın, 5 adamın, 10 adamın tutulmağı ilə bağlı heç danışmaq istəmir, heç vaxt ayırmaq istəmir. Amma hesab edirəm ki, bu məsələlər də yoluna düşsə, Amerika Birləşmiş Ştatları əvvəlki kimi demokratiya istiqamətində aparıcı rolunu qoruyub saxlayacaq, nəinki qoruyub saxlayacaq, hələ biraz da artıracaq. Bu həftə Meydan TV işinə görə həbs olunan Aynur Elgünəş, Aysel Umudova və Aytaç Tapdığın barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı şikayətlərə baxılıb. Şikayətlər təmin edilməyib. Eyni işə görə həbs olunan reportyor Fatimə Mövlamlı və Nurlan Librenin də həbs qəti imkan tədbirindən verilən şikayətinə baxılıb. Məhkəmə şikayətləri təmin etməyib. Neftin qiyməti ucuzlaşır. Azərbaycan iqtisadiyyatı problem yaşaya bilər. Bu barədə iqtisadçı Natiq Cəfərli öz Facebook hesabında yazıb. İqtisadçı bildirir ki, 2025-ci ilin ikinci yarısında qiymətlər 70 dollardan aşağı düşə, ilin sonuna orta qiymət 60-65 dollar koridorunda sabitləşə bilər ki, bu da ölkəmiz üçün heç də yaxşı deyil. Neftin qiymətinin hər 1 dollar düşməsi günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir. Yəni, ilin sonuna illik ortalama qiymət 65 dollar olsa, bu gündə 2,5 milyon, ayda 75 milyon, ilə isə 9 milyon dollar daha az valyuta daxil olması deməkdir. Amma bu da son deyil. Neft şirkətinin qiymətin enməsinə görə qazancları, gəlirləri, mənfəətləri azalacaq ki, bu da onların vergi şəklində büdcəyə ödədiyi vəsaitin düşməsinə səbəb olacaq. Avropa İttifaqının ən böyük təhsil proqramı Erasmus Plus Azərbaycanda fəaliyyətini dayandırır. Bu barədə Milli Erasmus Plus ofisinin rəhbəri Pərviz Bağırov sosial şəbəkə hesabında yazıb. Pərviz Bağırov bildirib ki, proqram çərçivəsində bütün fəaliyyətləri faktiki olaraq qeyri-rəsmi şəkildə dayandırılıb. O bildirib ki, illərlə bu proqram çərçivəsində yüzlərlə layihə reallaşdırılıb, minlərlə tələbə və müəllim Avropanın nüfuzlu universitetlərində təhsil alıblar. Azərbaycanın Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamira Hacıyevanın Londonda müsadirə olunmuş evi ilə qolf klubunun 19,5 milyon funt sterlinqə satışa çıxarıldığı bildirilir. Cahangir Hacıyev 2001-2015-ci illərdə dövlətin nəzarətində olan ABB-nin sədri olub. 3 milyard dollardan çox pul mənimsəməkdə təqsirli bilinib və buna görə hazırda həbs cəzası çəkir. Zamira Hacıyeva Milli Cinayət Agentliyinin, yəni NCA-nın 6 illik təhqiqatından sonra 2024-cü ildə qolf klubundan və bazarda 14 milyon 750 min funt sterlinqi olan evindən imtina etməyə razılaşmışdı. NCA ötən il bildirmişdi ki, qolf klubu və evin iri miqyaslı dələduzluq, mənimsəmə, saxta mühasibatlıq və çirkli pul yuma nəticəsində əldə olunduğu şübhələri var. Bu həftəlik bu qədər. Növbəti həftə görüşərik. Hələlik.